Salam. 7 gün ərzində Azərbaycanda kanal böyütmək, sosial media böyütmək videosu ilə qarşınızdayım. Bilirsiniz, Azərbaycanda bu tərz video çəkənlər azdır. YouTube-da günlərlə 20 milyondan çox video paylaşır. Amma bilirsiniz ki, təəssüf ki, videoların çoxsu tutmur və yaxşı video çəkənlər azdır. Buna görə mən də qərar aldım ki, 7 gün ərzində kanalımda uzun videolarla davam edirdimsə, indi shortslar əlavə edəcəm və kanalımı böyütməyə çalışacağam ki, bir çox kanalların təbrik alım, dəstək alım və YouTube-da daha çox inkişaf edim, videolarım bəyənilsin, hər kəsin qabağına çıxa bilsin, hətta çalışacağam qlobala da çıxa bilim. O da video kimlərin qabağına çıxacaqsa, onlardan asılıdır ki, yəni Azərbaycanda YouTube inkişaf elətdirmək olacaqmı? Yəni bilirsiniz, Azərbaycanda bir çox insanlar eyni video üzrə təkmilləşdirilib, yəni eyni kütləni izləyir, eyni videoları izləyib, üstünlüyü xaricə verirlər. Amma biz də bugün çalışacağıq ki, bizim tip kanallar irəli getsin, eleştiri kanalları qabağa getsin Azərbaycanda. İndi isə çox uzatmadan challenge'ımıza keçək. Bilirsiniz ki, bu kanalda 4-5 ay ərzində 456 abunə olmuşam və bilirsiniz ki, uzun videolar atmışam bu tip ki, yəni o da bayağı izlənib. Həm də fikir verirsiniz ki, kanalımda əziyyət çəkən videolar izlənməyib, eleştiri tip videolarım həmişə görürsünüz izlənmə altındadır. Mən də qərara gəldim ki, həqiqətən də bu tip videolar izlənirsə, elə bu kanalın bu tip videolarına özəl shortslar düzəldib izləyicilər özümə çəkməliyəm. Gördüm ki, Azərbaycanda olsa belə, yəni bu tip videolar sevilir, həm də qlobalda çox izlənir. Birinci gün hər şeyi planlaşdırdım, yəni video konseptləri hazırdır. İndi isə yəni həm uşaqların, həm də böyüklərin izləyəcək bir şey fikirləşdim. TikTok platformasından da izlədim. Lakin TikTokda bilirsiniz, elə də xoşuma gəlmədi çəkilər. Ona görə dedim, YouTube və Instagramda davam edəcəm. Həm orada paylaşacağam, həm də ki, kütləni daha çox faizin oradan özümə izləyici kimi çəkə bilərəm. Nəinki TikTokdan daha çox qalxa bilərəm, həm də daha sevilə bilərəm. Videonu paylaşdım ilk 7 gün ərzində. Digər videolar qırağa qoyuram. Bu video YouTube'da və Instagramda. YouTube'da 1700 izlənmə aldı, amma bir abunə gəldi. Instagramda isə 600 izlənməni keçdi. İndi isə ikinci günə keçək və daha gözəl videolar paylaşacağım maraq dairəsində. Axtardım, yenə gördüm ki, Forza, GTA və bu tip oyunlar sevilir, maşın oyunları. Mən də dedim ki, niyə də elə GTA mobil telefona yükləmə videosu olmasın. Bu tip video çəkdim. Instagramda 500 izlənmə, YouTube'da isə 1600 izlənməyə çatdıq. Və keçən dəfəki istatistiklərə baxarkən daha yaxşıdır və 5 abunə ala bildik. Üçüncü gün. Məhz bu gün dedim ki, çox şey bacaracağıq. Həm də ki, qoy uzun videolar atım. Uzun videolar bilirsiniz, lap maraq dairəsi olur. Həm də dedim ki, Azərbaycanda ayı qağalar, kul qağalar bölünüb də, bu stil qağalar bölünüb. Dedim ki, elə məhz yeniyetmələr və ayı qağalar haqqında çəkim. Həqiqətən algoritma yüksək gözləyirdim, çünki Azərbaycanda bu tip videolar çoxdur. Ona görə ilk video, uzun video bu tip elədim və başladım ki, onun da shorts videosunu hazırlayım və sizlər təqdim edim. Dedim ki, uzun video izlənməsə belə, shorts izlənər, bəyənilər, onun üçün qlobala da çıxa bilər hətta. Ona görə shortsunu da hazırladım və günün sonundakı statistiklər göstərəcəm sizə. Gün sonundakı statistiklər shorts üçün çox az oldu, 250-60 arası oldu. Uzun video isə bilirsiniz, kanalda daimi qaldığına görə 60'ı keçmədi, təəssüf ki. Keçdiyi 4-cü günə, bu gün özümə çox inanırdım. Hətta dedim ki, həm uzun, həm shorts videosu yenə eləcəm və daha da qabağa gedəcəm dedim. Ona görə bu gün də elə 4-cü gün bir video paylaşdım. Sıfırdan YouTube'a başlayıb necə uğur əldə etmək olar. Həm də ki, həmin günün bir 12-13 saat keçdikdən sonra shorts videosunu paylaşdım. İndi isə gəlin onların statistiklərini sizə göstərim. Uzun video 100 baxışı keçmişdi. Shorts isə 280 yoxsa 250 izlənmə almışdı.
İndi isə keçək 5-ci gün. 5-ci gün ancaq Azərbaycanda hansı tip videolar izlənir, onları araşdırdım. Dedim ki, yəni başlarda böyük izlənmələr alıb 1000, 2000, yəni təzə kanal üçün izlənmələr alıb, sonradan niyə həqiqətən düşüş yaşadığımı öyrənim, nəyə görə algoritmam öldüyünü öyrənim dedim. Ona görə 5-ci günümü sırf araşdırmalara çəkdim. 6-cı gün, bu gün də həqiqətən özümə inanırdım, son günlər olsa da gördüm ki, həqiqətən YouTube'da köhnə YouTuberlər üçün darıqlar, həm də özdə Azərbaycanın köhnə YouTuberlər üçün. Mən də dedim ki, elə Azərbaycanın köhnə YouTube Prime vaxtları haqqında video çəkeyim. Həm qısa, həm uzun video çəkdim və bir gün keçdi, 7-ci günün axırında onlara da baxacağıq. Bu gün son gündür, yəni izlənmək olarmı, həqiqətən sıfırdan başlayıb nəyisə uğur əldə etmək olarmı, onları sizə deyəcəm. 7-ci günün axırındaydı və köhnə Prime, YouTube'un köhnə Prime vaxtları haqqında çəkdim. Gözləntilərim çox böyük olmasa da sonuncu gün kimi olaraq həvəsdən düşmədim və dedim ki, çəkəcəm, qlobala düşsə də, düşməsə də üçün təqdim edəcəm və 387 uzun videosu, qısa videosu 30.700 izlənmə aldı. Demək ki, istəsəz ya YouTube inkişaf elətdirə bilərsiniz. Azərbaycanda sadəcə kaliteli videolar və populyar olan videolar çəkib statistiklər ala bilərsiniz. Mən bu 7 günün ərzində Azərbaycanda toplam 54 abunə, 9300 izlənmə aldım. Yəni gec deyil, istərsənsə sən də başla, kaliteli, yəni yaxşı, ideal videolar düzəlt, sən də qabağa gedərsən. Video bura kimi idi, dəstəklərinizi gözləyirəm. Sağ olun, salamat qalın.